Gəlin yanımıza. Çox xahiş edirəm. Baxın, Allah bu bəydən, bu xanımlardan hamısına razı qalsın. Biz bir yerdə görən hər kəs, baxan hər kəs. Bundan sonra paylaşılacaq videoları tağ edin, paylaşın, xəbər səhifələri, səsimiz olun. Mənim deyil, mənə heç bir şey düşmür. Bu ana bacıların, bu ağsaqqal atanın səsi olun. Xahiş edirəm, günahdır. Biz bunu indi hələlik burada, çünki tək bu da deyil, mən burada çox danışdım, görürəm. Hər bir yer üçün gəlin səs olaq. Gəlin təmizliyimizə riayət eləyək, kömək olaq, yerə atmayaq. Bu xanımların bu zibilləri yerdən dənləmək üçün maaş almırlar. Bu xanımlar təbiətin yaratdığı, küləyin gətirdiyi, ağacın tökdüyü yarpaqları, zibilləri süpürmək üçündür. Siz deyirsiniz, bunlara pul verirlər təmizliyin. Məncə pul verilsə belə yerə zibil atıb başqasının canına, bellərinin ağrımasına məcbur etmək, onları incitmək olmaz. İnsan insandırsa, bunu hələ ki etdik düzdür. Ancaq hər yerə, zibil qutularına, qutunu açıb içinə zibil atmağı öyrənəyin, yerə zibil atmamağı öyrənəyin, göydən aşağı atmayalım, bütün hər bir yerdə bəli atar. Abi şimdi olsun öyle yazmayın. Yazıyordun zibil atan, öyle ilaha lanet olsun. Öyle yazma. Düzdür. Allah belə yazma. Ölü ilaha lanet olsun. Yox, mən başqa qəşənglik bilirəm. Erməniyə əsir düşsün. Amin. Amin. Necədir? Hada o başına elə oyunlar ay sol. Yok yine o uzun cümle. Ama ölü ilaha lanet olsun. Erməniyə əsir Yok, düşsün. yok biraz uzun çeker, daha aziyet çekersin. Kızım biz Ölü ilaha lanet olsun. Zibil atan biz kənara. Qardaşım, atam, heç olmasa bu dünyanın şəhidinə Allah cümlə şəhidlərimizə rəhmət. Biz kənara, biz də bu xalqın bir nümayəndəsiyik. Biz də bu xalqın bir qadınıyıq, bir anasıyıq, bir bacısıyıq. Süpürürler, canları süpürür. O insan da ağrısı. Yəni o tərəfdən bizə O ne pul alır ki o süpürür, sen atma alsan onun başına. İnsanlıq bununla ölçülməkdir. o şəhid abidəsi var. Heç olsa şəhidin bizə hörmət eləyir. O şəhidin adı gedir. Bəli, özdə bilirsiniz nədir? Çinanın iki şəhidi var. Ağırı olan odur. Deyəcəksiniz, Aynur niyə bunu etdi? İndi oranı da çəkiliş etmişik. Şəhidin binası olan ərazini bu günə qoyuruqsa, yenə də bilmirik hardan vuraq. Şəhid deyəcəksiniz, şəhidi bəhanə edirlər. Təmizlik